Salam əziz şagirdlər. Ümidvaram ki, yaxşısınız. Deməli, indi üç suallardan 53-cü sualdan sonranın izahını verəcəm. Başlayaq vaxt itirmədən sualların izahına. Bildiyimiz kimi uşaqlar, emin necədir? Orta xəttdir. Dərs izahını atmışam, xahiş edirəm dərs izahına baxın. Orada orta xəttdə daha çox izah eləmişəm. Demişəm ki, orta xətt görsü 9 9 7 7. Deməli orta xəttdir. Emin orta xəttdir və yadda saxlayın ki, orta xətt oturacağın yarısıdır. Bu 3-dürsə, bunun 2 qatı olacaq. Orta xətt onda oturacaq 6 olub ki, 6-nın yarısı 3 eləsin. Cavab 6. B bəndi. İndi baxaq 54-cü suala. 54-cü sualın şəkili çəkilməlidir. Deməli 54-cü sual çəki A, B, C, bu da D. Deyib ki, uşaqlar, AD, DC bərabərdir. Bunlar da 6 6-dır. Onsuz bu bərabər yanlı üçbucaqda təpədən çəkilmiş median həm hündürlük, həm də tənbüləndir. Bu qaydanı bilməlisiniz. İndi perimetr deməli 32-dirsə, 32-dən çıxacam 12-nə. Altdan altın cəmi 12-ni çıxacam. Oturacaq çıxacam, edəcək 20. 20 də böləcəm 2-yə. Niyə? Çünki 2 ilə bərabər tərəfdir axı bu. 10. Deməli, bu da 10-dur, bu da 10-dur. Baxın uşaqlar, bu düzbucaqlı üçbucaqda katetlərin biri 6, hipotenuz 10-larsa, digər kateti A desəm, A deyəndə, olacaq A kvadratı plus 6-nın kvadratı bərabərdir 10-un kvadratına. Bu da olacaq, təbii ki, A kvadratı bərabərdir 100 çıxılsın 36, A kvadratı bərabərdir 64, A da bərabərdir kök altında 64 və bundan da 8 çıxır. Cavab olacaq BD-nin uzunluğu 8. Y bəndi. Hansı ola bilməz? Uşaqlar, bu şəkildə bir dənə çəkək. Bu x 65. Bunun qonşusunu tapsam, olacaq 105. Yox, 115. 115. İndi uşaqlar, bildiyimiz kimi buna da mən alfa desəm, alfadan 115-in cəmi xarici bucaqdır, x-dir. Deməli uşaqlar, bununla da baxsam ki, x nə ola bilməz? 105 ola bilməz. Niyə? Alfadan 115-in cəmi cavab elə bil 115-dən yəni kiçik ola bilməz. Onu başa salmaq istəyirəm ki, daxili bucaq nə qədərdirsə, ondan kiçik bucaq ola bilməz. Çünki x-ə 105 qoysam, 105. X olacaq 105 çıxılsın 115, o da edəcək mənfi 10 dərəcə. Belə bir şey də ola bilməz axı. Ola bilməz deyə cavab 105 dərəcə olacaq. Ondan sonra uşaqlar, deməli, x baxın bir dənə. X nə qədərdirsə 71-dirsə, deməli bu da 71-dir. 71. Mən y-dən z-in cəmini tapmaq istəyirəm. Bunu xarici bucağını taparam. Xarici bucağını tapanda 180-dən 71 çıxacam, qalacaq 90, deməli 109. 109. Deməli bunlar necə bucaqlardır? Hamısı xarici bucaqlardır. Olacaq 109. 109 dərəcə üstə y, üstə z. Bərabər 180-də. Y plus z bərabərdir 180-dən 71 çıxan, 180-dən 109 çıxanda o da 71. Cavab 71 olacaq. Yox, 180 yox, bağışlayın. Xarici bucaq daha 360 olacaq. 360. 360-dan da 109 çıxanda deməli olacaq 360-dan çıxıram. 360-dan çıxıram. 109-u 1, ondan sonra 5, deməli bir də 251. 251 olacaq cavab. A bəndi. 57-ci sual. Bərabər tərəfli üçbucaq uşaqlar. Əslində bu qaydanı biz biraz hələ ilk dəfədən çətindir, amma izah edirsən. Bərabər tərəfli üçbucağın tərəfi, bərabər tərəfli üçbucağın bildiyimiz kimi bütün tərəfləri eynidir. Bir dənə tərəfi 18 kök altında 3-dürsə, bütün tərəfləri 18 kök altında 3-dür. Bu da 18 kök altında 3-dür. Bundan
belə bir hündürlük seçirəm. Bu median həm də tənbələndir, təbii ki. Olacaq elə bil 2 hissəmiz 6 kök altında 3. Yox, 6 kök altında 18 kök altında 3-dür. 9 kök altında 3. Bu da 9 kök altında 3. Yəni bu 2 hissəyə bölündü. 18 2 hissəyə bölündü. Bu da uşaqlar bir bucaq 60 deyil. 60. Digər bucaq neçədir? 30. Baxın, 30-un qarşısında dayanan tərəf neçədir? 9 kök altında 2, 3-dürsə, 60-ın qarşısında dayanan tərəf isə olacaq 9 kök altında 3 ədədinin kök altında 3 misli. Bu da olacaq 9 vurma 3 elədir 27. Cavab olacaq 27. Yəni A bəndi. Düz bucaqlı üst bucaq uşaqlar Pifaqor teoremi A kvadratı katildən kvadratı yəni 7 kök altında 3-ün kənarına kvadrat bərabərdir 2A-nın kənarda kvadrat. A kvadratı bərabər 3 yəni 7-nin kvadratı 49 vurma 3 bərabərdir 2A-nın kvadratı 4A kvadratdır. 4A kvadratın A kvadratını çıxanda A kvadratını çıxanda olacaq 9 49 vurma 3 3A kvadratı bərabərdir 49 vurma 3-ə hər tərəfdən 3-də ixtisar edərəm. A kvadratı bərabərdir 49-a A da olacaq 7. Bizdən onsuz zaten A-nı istəmişdi. Deyib tərəfləri bu üçbucaq bərabərsizliyidir və çox sadədir uşaqlar. Deməli, tərəfləri 5 və 7 olan üçbucağın perimetrini ala biləcəyik. Deməli, tərəfləri 5 və 7 olanda 3-cü tərəf nə ala bilər? 3-cü tərəf ala bilər. 5-dən 7-nin cəmindən kiçik 12. Fərqi isə böyükdür. 7-dən bir şey çıxanda 2. Perimetr deyəndə isə uşaqlar, perimetr deyəndə hər tərəfinə 5-dən 7-nin cəmini əlavə edəcəm. Yəni 12-ni əlavə edəcəm. 2 üstə 12 gələndə üstə gəlsin x kiçikdir. X üstə gəlsin 12. O da kiçikdir 24. 14 kiçikdir perimetr. Bu perimetrdir elə. Perimetr o da kiçikdir 24. Deyib ki, ala biləcək ən böyük tam qiymət perimetr neçə ola bilər? Ən böyük 23 ola bilər. Belə. Cavab olacaq 23 A bəndi. Davamına baxaq uşaqlar. Deməli, deyib ki, tərəflər verilmiş üçbucaqda hansı üçbucaq deməli, tərəflər verilmişdir. Üçbucaqlar hansı düzbucaqlı üçbucaqdır? Düzbucaqlı üçbucaq nə idi? O Pifaqor ödələ bilməlisiniz də. 8 8 10 üçbucağı yoxdur düzbucaqlı üçbucaqlarda. 8 15 17 var. Belə bir üçbucaq var. Yəni Pifaqor ödəlilərdir demək mən əzbər şəkildə bilmək lazımdır. 5 6 7 yoxdur, belə bir ədəd yoxdur, belə bir ədəd yoxdur. 64-ü də baxsaq, onu da özünüz tapın. Bax hansında olacaq. Təbii ki, o da Pifaqor ədədləri bilmək lazımdır. Keçdik 61-ə. 61-ə baxmaq lazımdır indi. 61-də nədir? 65-ə. 65. Deməli, üçbucaq çəkək. Deməli, ABC üçbucağında BC üçbucağında AK hündürlükdür. A1 bu da CC1. CC1 ondan sonra ABC bu bucaq 65'dir. Bizdən hansı bucaq çıxıb? AKC. Aha. Kabut. AKC. AKC. Bu bucaq çıxıb. Bu bucaq nə qədərsə uşaqlar? Bu bucaq deyində qarşılı bucaqlardır çünki. K nöqtəsini bu tərəf yazaq. Baxın, burada bir dənə 4 bucaqlı alınır. 4 bucaqlının daxili bucaqların cəmi 360 dərəcədir. Yəni, x üstə gəlinsin, bu 90-dır.
Üstə gəlinsin. Bu da 90-dır. Üstə gəlinsin 65 dərəcə bərabərdir 360 dərəcə. X üstə gəlinsin 180. Bunu toplayanda 246 bərabərdir 360-a. X bərabərdir 360-dan bunu çıxanda 114. Belə. Olacaq 114 dərəcə alınır. Belə bir cavab var. 114. Necə səhvimiz olmadı? Hə, bu 65-dir. Hə, toplayanda 65. Buna çıxanda 115 dərəcə olacaq. Belə. Hə, indi gəlin baxaq. Bu suala baxaq. Şəkildə sual deyək. 66-cı sual. Bu 130-dur. Bunun qonşusu neçə olacaq? 50. BD də, BD hanı BD? BD bərabərdir CD-yə. Bunlar da bərabərdirsə, deməli, bu da 50-dir. Bu da 50-dir. Həmişə yadda saxlayın. Onu sizə deyəcək. Deməyəcək, yəni siz öz bilməlisiniz. 50-50-dirsə, bunu tapanda 50-dən 50-ni toplayacam. 50 plus 50. Bu deyəcək 100. Belə. Bunu da eyni qaydadır. 68-ə baxaq. İndi düzbucaqlı üstbucaq. Düzbucağın xassəsi. Olacaq nə? A plus 6-nın deməli Pifaqor teoremindəki katetlərin kvadratları plus 6-nın kvadratı bərabərdir A plus 2-nin kənardan kvadratı. Bunu belə şeydən kvadratdan edən işləyib tapa bilərsən. Biz tapmaq istəyirik A kvadratı plus 36 bərabərdir A kvadratı plus 2A vurma 2. 2A 2 də vurun 4A plus 4. Hər tərəfdən A kvadratlarını islah elədim. 4A bərabərdir 32. A da bərabərdir 8. Qutardı bu şəkildə. Hə, bu sualda imtahana düşüb uşaqlar. 69-cu sual. 69. Üçbucağın bir daxili bucağı. Üçbucağın üçbucaqdır. Bir daxili bucağı 44-dür. Deməli, xarici bucaqlardan biri 138. 138. İndi üçüncü ən kiçik daxili bucağı tapın. Deməli, 138-in qonşusunu tapsam, olacaq, deməli, 180-dən 138 çıxanda 42 desin. Bəli, 42. İndi bunu tapanda 42-dən 44 toplayacam. 86, bunda çıxanda 94. Ən kiçik bucaq hansıdır? 42-dir. Belə. 70-ə dair bəxş suallar işləmişik. Yəni belə labirində ona da baxarıq. Amma istəmirəm çox sıxıcı video olsun. Hələlik bu qədər bəsdir. 70-ə qədər vermişəm bütün qeyrəblərdə. Amma gələn dəfə üzrə dərs izahını atıb inşallah onu da yerləşdirəcəm. Şu an dəqiq baxın. Üçbucaqlar biraz sizə qəliz gözündən ola bilər, gözünə bilər, amma çox da qəliz deyil. Asandır yəni, sadədir. Bu baxımdan xahiş edirəm, hamı diqqətli şəkildə baxsın və inşallah hər şey yaxşı olacaq. Sağ olun.